Çinin Pinduoduo saytından necə sifariş vermək olar bu videoda. Hər kəsə salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bugün sizlərə çox kommentlərdə yazdığınıza görə Pinduoduo saytından necə sifariş vermək olar və bu saytdan hansı yollarla birbaşa Azərbaycana çatdırmaq olar, onun haqqında sizlərə məlumat verəcəm. Ümid edirəm ki, bu video sizlər üçün faydalı olar və çox adam bizim videolarımızdan faydalana bilər. Buradan keçdik telefonumuzun ekranına və Pinduoduo saytına daxil oluruq və proqramını köçürdürük. Daha sonra məhsulu necə gətirmək olar, hamısını bir-bir sizlərə izah eləyək. Dostlar, deməli, ilk öncə biz Pinduoduo saytının proqramını telefonumuza köçürəcəyik. Qeyd edeyim ki, bu saytın proqramı, yəni application'ı Apple Store-da daxildir. Sadəcə Android telefonlarda Play Store-da yoxdur. Onun üçün də biz Google-dan bu proqramı yükləyirik. Bu şəkildə Pinduoduo APK download bu şəkildə yazırıq və yazdıqda burada gördüyünüz kimi Updown saytı var. İkinci sırada çıxır. Bir kərə klik etdikdə bizi Pinduoduo'nun proqramını yükləmək üçün səhifəyə atır. Burada gördüyünüz kimi son sürüm 2026 8.5. Buna bir kərə burada yükləmə düyməsinə sıxırıq. Sıxdıqda biraz aşağı endikdə belə yenə bir dənə yüklə düyməsi çıxır. Bir kərə də buna yenə klik eləyirik. Burada ekrana gələn bildirmə indir düyməsinə sıxır. Bir kərə klik etdikdə baxın gördüyünüz kimi bu şəkildə loqosu var və yüklə deyirik. Telefonumuza proqramı yükləyirik. Yenə özünüz Play Store-a baxarsınız dostlar, ola bilsin ki, sonradan güncəlləmə eləyib, proqramı əlavə eləyiblər, amma məncə yoxdur. Axır dəfə yoxladım mən, proqramı Play Store-da yoxdur. Yəni Android telefonlardan söhbət gedir. Quruluma davam et düyməsinə sıxıram və Pinduoduo proqramını telefonumuza yükləyirik. Pinduoduo proqramındakı bilməyənlər Çin mənşəli proqramdır. Hansı ki, bunu əvvəlki videolarımızda Taobao'dan sifariş qaydasını göstərmişdik. Bunda isə Pinduoduo saytından göstəririk və bu olduqca ucuz məhsulları var. Bu şəkildə proqramı açırıq. Dostlar, Çin dilindədir. Siz də açdıqda ilk öncə baxın gördüyünüz kimi giriş səhifəsinə atır. Çin dilindədir. Tərcümə eləməkdəki sonraki videolarda mən sizə izah eləyərəm. Bu videomuzda sadəcə qeydiyyatdan keçib sifariş verməyi göstərəcəm. Bu şəkildə gördüyünüz kimi ekrana fərqli seçənəklər gəlir. Siz hansından istəsəniz burada qeydiyyatdan keçə bilərsiniz. Facebook varsa Facebookdan, Google varsa Google'dan keçə bilərsiniz və yaxud da birbaşa telefon nömrənizi yaza bilərsiniz. Mən burada telefon nömrəmi yazacağam, yəni telefon nömrəsinə qeydiyyatdan keçəcəm. Baxın, burada gördüyünüz kimi birbaşa bizim telefon ölkə kodumuz gəlir və bura telefon nömrəmi tez bir şəkildə yazıram. Bu şəkildə telefonuma gələn kodu yazıram dostlar. 444 675 mənə bu şəkildə kod gəldi. Yazdıqda və qeydiyyatımız tamam oldu. Yəni çox sadə bir şəkildə qeydiyyat prosesi var. Biraz Taobao kimi deyil. Taobao'da açıqcası deyim biraz çətindir, amma bunda daha asanlaşdırıblar. Saytımız bu şəkildədir. Burada gördüyünüz kimi fərqli məhsullar var. Temuya bənzər bir arayüzü var. Yəni oxşar bir ekranı var. Burada qiymətlər yüyənləndir. Gələcək vaxtlarda ola bilər ki, dil seçənəyi gətirsinlər və türkcə seçənəyi və Azərbaycan seçənəyi gələr, Azərbaycan dili bu şəkildə. Burada gördüyünüz kimi mən indi bir dənə fərqli bir məhsul seçəcəm və bunu səbətə əlavə edib necə sifariş vermək olar, onu sizlərə göstərəcəm. Hər hansısa bir məhsulu seçirsiniz, tutaq ki, bu məhsulu seçmək istəyirəm, daxil olan məhsuluma. Qeyd edim ki, bunu tərcümə etmək üçün fərqli proqramlar var. Gələcək videolarımızda onu da sizlərə göstərəcəm. Baxın, məhsulumuz bu şəkildə. İstəsəniz ekranı skrin eləyib Google Translate-də çevirə bilərsiniz. Mən burada sadəcə göstərdiyim üçün bunun açıqlamalarına baxa bilərsiniz. Burada alan adamlar var, şəkillərinə baxa bilərsiniz və s. Burada bu şəkildə qırmızı düymə çıxır və burada fərqli seçənəklər var, bir də ürək seçənəyi var. Əgər məhsulu səbətinizə əlavə etmək istəyirsə, buradakı ürək seçənəyinə bir kərə klik edirsiniz. Klik etdikdə burada gördüyünüz kimi üstdə bizim səbətimiz qeyd olunub və bir kərə burada klik eləyirik və biraz səbətimizə keçid eləyək. Məhsulumuzu seçirik. Məhsulumuzu seçdikdə bu şəkildə bizi ödəniş səhifəsinə atır. Taobao və oxşar bir ödəniş sistemi var, yəni ki, bu şəkildə gördüyünüz kimi.
İlk öncə məhsulu sifariş vermək üçün bizə lazımdır xarici anbar lazımdır, hansı ki kargo şirkəti lazımdır. Temudeyə kimi birbaşa sifariş verim, gəldim deyil dostlar. Yəni ki, bunda da Tavoy kimi fərqli kargo şirkətindən istifadə edirik. Qeyd edeyim ki, sifariş verməmişdən əvvəl nəzərinizə alın ki, məhsul sifariş verdikdə kargoya çəkiyə görə ödəniş edirsiniz. Hansısa bir məhsul aldıqda çəkiyə görə ödəniş edirsiniz. Daxil oluram mən kargo saytına. Mən burada X-Cargodan istifadə eləyirəm. Qeyd edim ki, bu bir reklam deyil. Fərqli kargo şirkətlərinə baxıb qiymət müqayisəsi eləyib siz də Çin ünvanı olan kargo şirkətlərindən istifadə eləyə bilərsiniz. Ekran gəlir. Burada əgər hesabınız varsa, email adresi və şifrənizi yazıb daxil ol düyməsini sıxırsınız. Yox, əgər qeydiyyatınız yoxdursa, burada qeydiyyat düyməsini bir kərə sıxıb, burada ad, soyad, email bölməsinə email ünvanınızı yazırsınız. Kod bölməsinə isə telefon nömrənizi yazırsınız. Telefon nömrənizi yəni burada 050 istifadə edirsiniz. 050 və yaxud da 70 77 isə onu seçib, aşağıda isə telefon nömrənizi yazırsınız. Və fin kod bölməsinə isə şəxsiyyət vəsiqəmizin fin kodunu yazırıq. Yəni ki, bunu da ki çox adam bilir. Köhnə şəxsiyyət vəsiqələrində adətən son 6 rəqəmi olur. Təzə şəxsiyyət vəsiqələrində birbaşa fin kod yazılır. Təhvil məntəqəsi isə burada gördüyünüz kimi hansı təhvil məntəqəsini seçmək istəyirsinizsə, harda yaşayırsınızsa, onu seçirsiniz. Buradan gördüyünüz kimi fərqli seçənəklər var. X-Cargo'nun hansı yerdə çatdırılması varsa, onu özünüzə uyğun seçirsiniz və özünüzə şifrə daxil edirsiniz və ünvanınızı yazırsınız. Ünvanınızı yazdıqdan sonra buradakı şərtləri qəbul edirəm seçənəyinə quş işarəsi qoyduqda, qeydiyyatdan keç dedikdə sizin qeydiyyatınız olmuş olur. Yəni bu sadə bir şəkildə qeydiyyat prosesi var. Mən buradan qeydiyyatdan keçdiyim üçün öz hesabıma daxil oluram. Buradan bu ekranda isə bizə lazımdır Çin ünvanı. Onun üçün seçirik biz Çin seçənəyini seçirik və Çin ünvanını seçdikdə burada bizim X-Cargo'nun adresini verir, yəni xaricdəki Çindəki ünvanını verir. Və burada aşağıda gördüyünüz kimi qeyd olunub. Çində maye məhsullar, parfüm, yağlar, maye, kosmetika, batarikalı yüklər, bitkilər və sertifikatlar tələb olunan məhsulların daşınması həyata keçirilmir. Adres bölməsinə girdikdən sonra daxil oluruq Pinduoduo saytına. Bu adres bölməsi burada bu şəkildə qalır. Mən sizə bunu sadə bir şəkildə izah edəcəm, adres əlavə eləməyi. Pinduoduo'nun səbətin bölməsinə gəldikdə üstdə gördüyünüz kimi plus düyməsi var. Bu şəkildə yazılar çıxır. Buna bir kərə klik edirsiniz. Yəni adres əlavə elə bölməsidir. Yenə ekrana gələn bölməyə plus düyməsini sıxırsınız. Soyad yazırıq. Gəlirik X-Cargo'nun ünvanların bölməsinə. Burada X-Cargo'da ad soyad yazılı olur. Bunu bir kopyalayırıq. Gəl daxil oluruq Pinduoduo'ya. İlk seçənəyə biz öz ad soyadımızı yazırıq. Yəni ki, X-Cargo'da adres bölməsində nə yazılıbsa onu. İkincidə isə burada adresləri soruşur. Siz istəsəz bunu tərcümə də eləyə bilərsiniz. Mən tərcüməsiz əzbərə eləyirəm. Yəni buna fikir verməyin. Deməli dostlar, burada baxaq görək. Burada şəhər bölməsi var. Dostlar, indi birazdan göstərəcəm. Axırıncı bölmədəki adres bölməsi yazırsınız. İndi keçid eləyirik. Biz həmən X-Cargo'nun adres bölməsinə gəlirik. X-Cargo'nun burada gördüyünüz kimi telefon nömrəsi var. Bunu kopyalayırıq. Gəlirik Pinduoduo saytına. Telefon nömrəsinin bölməsini silirik. Bu şəkildə yazırıq. Burada üstdəki ad soyad bölməsinə ad soyadımızı yazırıq. Burada aşağıda adres bölməsi var. Burada siz bundan baxıb birə-bir eynisini də kopyalaya bilərsiniz. Misal üçün görürsünüz başda birinci provide state yazılan bölməsi var. State yazılan bölməsində baxın hərflərə fikir verin dostlar. Ya da kopyalayıb yazanda çıxmasa əgər. Baxın, yəni bu hərflə eyni rəqəmlə olsun. Baxın, Çin dilində biraz çətindir bilirəm. Baxın, hərfə baxıram. Gəlirəm bu şəkildə adres bölməsinə. Baxın, gördüyünüz kimi budur. Eynən mənim kimi seçə bilərsiniz. Bunu bir kərə seçdikdə, ikinci isə adresin ünvanını daha detallı bir şəkildə soruşur. Burada gördüyünüz kimi ikinci seçənək City bölməsini soruşur. City bölməsində isə yenə
Baxın, bunu seçirəm. Gördüyünüz kimi ikinci seçeneği. İkinci seçeneği seçdikdə, üçüncü isə burada gördüyünüz kimi list bölməsi var. Bunda isə baxın bu şəkildədir. Eynən bunu baxıb kopyalaya bilərsiniz. Burada da hansıdır? Baxaq görək. Baxaq bir dənə kontrol eləyək. Aha. Burada da bu seçenəkdir. Baxın, adresimizi əlavə etdik. Qaldı isə bizim burada Xcargo-da adres bölməsi, opşi ümumi adres bölməsi, yəni bizim Xcargo-nun ID nömrəsi əlavə olunan bir adresdir. Bu çox önəmlidir. Bunu da buradan kopyalayırıq. Gəlirik, daxil oluruq Pinduoduo saytına və buradakı bölməyə yapışdırırıq. Yapışdırdıqda gördüyünüz kimi burada bir dənə qırmızı düymə çıxır. Buna bir kere klik edirik. Telefon nömrəsi sizə xəta versə, burada 8 bölməsini siləndə, bir dəqiqə dostlar. Bu 156 ilə olan bölməni bu altını da silirsiniz. 156 ilə başlayan bölməni kopyalayıb yapışdırırsınız və adresimiz əlavə oldu. Yəni bu qədər sadə. Adresimizi də əlavə etdikdə burada birbaşa, yəni ki, başqa heç nə eləməyə ehtiyac yoxdur. Adresimizi əlavə etdik, Xcargo-nun adresini. Qeyd edim ki, fərqli kargo şirkəti istifadə edirsinizsə, onun adresini yapışdıra bilərsiniz. Və burada gördüyünüz kimi ödəniş seçenəkləri var. Fərqli ödəniş seçenəkləri var və debit kart, kredit kart. Biz Wise Mastercard, biz bunu istifadə edəcəyik. Məhsulumuzun qiyməti burada qeyd olunub. Qeyd edim ki, konversasiya eləyib baxa bilərsiniz. Çin yuanini Azərbaycan manatına çevirə bilərsiniz. Burada Wise seçənəyini seçirəm. Yəni ki, normal kartla olan ödəniş seçirəm. Baxın, bu şəkildə quş şərəsi düşdü və burada qırmızı düymə bir kere klik eləyirəm. Klik etdikdə burada bizdən məhsuldan bəzi komissiya tutur. 2 yuan əlavə komissiya tutur. Hansı ki, bəlkə də bu Çin daxilində olan çatdırılmanın komissiyasıdır. Ümumi bizə bu məhsul gəlib çıxır 8.89 yuana və buradakı seçeneğe bir kere klik edirik. Qırmızı düymeye klik etdikdə bizi ödəniş səhifəsinə atır. Ödəniş bölməsini asdıqda burada gördüyünüz kimi kart number bölməsinə kartınızın nömrəsini yazırsınız. Burada ayın tarixini, yəni kartın üzərində yazılan tarixi yazırsınız. Bu şəkildə CVV bölməsinə isə arxasındakı 3 rəqəmli kodu yazırsınız dostlar kartın və kart name bölməsinə isə kartın üzərindəki ad soyadınızı yazıb pay düyməsinə sıxırsınız. Bu videomuzda mən qeydiyyatdan keçməyi və necə Azərbaycan sifariş verməyi göstərdim. Daha sonraki videolarımızda əgər bu videoya yaxşı like gəlsə, ən az heç olmasa dostlar 100 like gəlsə, gələcəkdə videolarımızda buradan sifariş verəcək, məhsul alacaq və həmin məhsulu gətirdikdə onu sizlər üçün göstərəcəm dostlar. Bu şəkildə siz Pinduoduo saytından qeydiyyatdan keçib sifariş verə bilərsiniz. Həmçinin gələcək videolarda inşallah bu saytı tərcümə eləyib ətraflı bir şəkildə məhsul müqayisəsi eləyəcək, qiymət müqayisəsi eləyəcək, hansı ki Temu'dan və yaxud da Taobao-la qiymət müqayisəsi eləmək olar, maraqlıdır. Burada da fərqli ucuz saytlar var. Hansı videonun gəlmək istəyirsinizsə, kommentlər bölməsində yazın. Biz sizlər üçün onu çəkək dostlar. Hansı videonun ən çox gəlmək istəyirsinizsə, Pinduoduo olsun, Taobao olsun, Temu olsun, fərqli saytlardan bizim qeydiyyat videomuz var, həmçinin eBaydan da. Dostlar, videomuz bu qədər idi. Ümid edirəm ki, sizlər üçün faydalı ola bildik. Əgər video sizlərə faydalı olsa dostlarınızla paylaşın. Hamı bu videodan faydalansın. Təqdim etdi Fikirli kanalı.